Kvant fizikasında sənin yaşaya biləcəyin bütün reallıqlar, bütün sənin versiyaların artıq mövcuddur və düşünün ki, bir rəfə düzülüb. Sən heç nəyi sıfırdan yaratmırsan, sən öz reallığını qurmursan. Sən sadəcə o rəfə baxırsan və seçirsən ki, mən hansı reallığı yaşamaq istəyirəm. Sənin bütün versiyaların mövcuddur. Həm neqativ olanların, həm pozitiv olanların və bu nə deməkdir? Bu o deməkdir ki, hər şey mümkündür. Bütün istədiyin, o bütün xəyal elədiyin versiyalara əslində çata bilərsən. Və bu optimizm deyil. Mən dediyim optimist ol, inan ki, sən bunu bacararsan deyil. Sən get denən ki, mən tupoyam, mən heç nəyə layiq deyiləm. Okay, ola bilər. Belə bir reallıq mövcuddur. Sən o reallığı seçsən, elə bir həyat yaşayacaqsan ki, bütün ətrafındakı insanlar sənə sübut eləyəcək ki, sən doğrudan da heç nəyə layiq deyilsən. Və bu sənin seçdiyin reallıq olacaq. Və ya sən bu reallığı yox, gedib bu reallığı seçirsən və deyirsən ki, əslində mən yaxşı şeylərə layiqəm və arzularımı da reallaşdıra bilərəm. Okay, bu reallıq da mövcuddur. Elə şeylər də yaşaya bilərsən və bu onu göstərir ki, həqiqətən də hər şey mümkündür. Sən denən ki, mən belə olacam, elə olacaqsan. Neqativ istəyirsən, neqativ olacaqsan, pozitiv desən, pozitiv olacaqsan.